Aynen, nə yaxşı gəlib elədin bizə. Evdə bekarçılığı idi, ürəyim sıxıldı. Zəng vurdum sənə. Yaxşı eləmisən, elə namazın da vaxtına az qalıb. Çayımızı içək, gedək namazımızı qılaq. Sonra yaxşı bir dənə səni yeyib içməyə oturarıq. Sən qılarsan, mən daha namaz qılmaram. 2-3 gün var daha Düşün. qılmıram. Bilmirəm, səhər durdum yuxudan. Namaz qılmaq istədim, gördüm alınmır, qıla bilmirəm. Daha qılmadım. Son vaxtlar onsuz da nəsə ürəyim sıxılırdı namaz qılanda. Ona görə daha qılmadım. Biraz ara verim. Əslində mən sənə əvvəlcədən demişdim də, bu cürə namaz qılmaq olmaz axı. Sən namazları məsuliyyətsiz yanaşırdın, elə belə tez bazar qılırdın, gedirdi. Namazı isə Allahla danışıqdır. Sən fərqində olmalıydın ki, Allahla nə danışırsan, kimin qabağındasan, Allahı tanıyırsan, yoxsa tanımırsan. Allah deyəndə sən nə nəzərdə tutursan? Yaradan. Elə bu Allah deyil ki, Allah düzdür yaradandır, amma onun başqa isimləri də var. Allah tanımaq geniş bir mövzudur ki, sən gərək onu tanıyardın. Get otur bunlara fikirləşir, ömür qısadır. Əməlləri vərdişlə eləmək lazımdır. Vərdişlə eləyəndə deyə sənin kimi olur. Düşüncən eləmək lazımdır ki, düşünəndə insan həqiqəti tapır. Namazdan həzz alır. Düz deyirsən.